Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astaqal hadisi kitabullah ve hayral hadi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrel umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle. Bura Uhud adlanır. Ümumiyyətcə buranın adı, yəni Uhud dağıdır bu. Və görürsünüz bu uzunluğu 8 kilometrdir təxmini. Ən hündür yeri də 100 metrədir. Deməli Uhud bu da ki iki dağ idi. Bax burada görürsünüz. Bura Ayneyn adlanırdı bu döyüşdən qabaq. Ayneyn nə deməkdir? İki göz. Amma döyüşdən sonra, Uhud döyüşündən sonra oranın adı oldu Oxçular dağı. Yəni Oxçular duran dağ. Necə bilirsiniz, hicrətdən sonra Allah Resulü s.ə.v Bədir döyüşü olur. Bədir döyüşündə də ki, müşriklər məğlub olurlar. Və sonra artıq hicrətin 3-cü ilində, Şavval ayında, elə bizim bax bu ayda olubdu döyüş. Şavval ayında müşriklər artıq Abu Sufyan təxmini 3000 nəfərlik ordu yığır. 200 dəvə ilə çıxırlar və atlar çıxırlar Məkkədən Mədiniyə. Onlar artıq bura az qalmış, Allah Resulü s.ə.v xəbər tutur ki, onlar gəlirlər, müşriklər. Və Allah Resulü s.ə.v məşvərə eləyir, sahabələri yığır, məşvərə eləyirlər ki, necə qarşılayarlar. Allah Resulü s.ə.v çıxmaq istəmirdi olduğu yerdən ki, onları orada qarşılasın. Amma məşvərə olunanda daha çox elə bir ki, insanlar dedi ki, sahabələrdən çıxağın onları, bəs Mədinədən qıraqda qarşılayaq. Bu halda Allah Resulü s.ə.v geyinir döyüş geyimini və görürlər ki, zirək deyirlər də ona, o iki qat geyinibdir. İki dənə daha da ikisini üst bəyiz geyinib. Sahabələr başa düşürlər ki, necə yəni şiddətli döyüş olacaqdır. Və çıxırlar. Və çıxmamışdan qabaq söz ki, Peyğəmbər s.ə.v deyir ki, ey Allahın elçisi, bəlkə də qalaq burada qarşılayır. Yox, bir Peyğəmbərə döyüş geyimini geyinəndən sonra onu çıxartmaq yaraşmaz. Çıxırlar, gəlirlər, bura yaxın yerdə çatırlar, məğribdən işanı qılırlar və sonra istirahət edirlər. 1000 nəfər idilər çıxanda döyüşə. Onlardan 300 nəfəri münafiqlərin başçısı neynir? Deməli, onları yoldan çıxardır, özü qarşı 300 nəfəri ki, bəs getməyəyin. Və onlar 300 nəfər artıq döyüş ayrılırlar və qalırlar Peyğəmbər s.ə.v 700 nəfərdən. 700 nəfərdən gəlirlər, bax bura, çatırlar. Bura çatandan sonra Peyğəmbər s.ə.v Uhud dağı görürsünüzmü? Oradan heç bir təhlükə görmürdü. Çünki oradan heç kim ona heç nə hücum eləyə bilməzdi. Döyüşçülərin arxasını ora olur, döyüşçülər. Arxalar ora. Peyğəmbər s.ə.v haradan təhlükə görürdü? Bax buradan, qabaqdan. Ona görə Allah Resulü s.ə.v 50 dənə oxçu yerləşdirir bu oxçular deyən dağın üzərinə, 50 nəfər. Və Peyğəmbər s.ə.v deyir ki, görsəniz ki, uduruq, yenə də oradan düşməyin. Görsəniz ki, məğlub olduq, yenə də oradan düşməyin. Heç bir halda buradan tərpənməyin. Döyüş başlayır, şiddətli və müşriklər məğlub olurlar, başlar məğlub olurlar və qaçırlar. Bu da bir siyasət idi. Xalid ibn Xalidin radiyallahu anh ibn Validin. Yəni necə bilirsiniz ki, o vaxt o heləm İslamı qəbul eləməmişdi. Deməli, bunlar başlayırlar qaçmağa və sahabələr bunların dalınca qovurlar bunları. Və o halda oxçular görür bunu və başlayırlar düşməyə. Abdullah ibn Cübeyr radiyallahu anh onların başçısı olur. Deyir, düşməyin. Peyğəmbər s.ə.v dedi ki, buradan tərpənməyək, nə olursa olsun. Və onların 40 nəfəri qulaq asmır, onlar düşürlər, 10 nəfər qalır cəmi oxçular orada. Abdullah ibn Cübeyr və onunla 9 nəfər. Və Xalid ibn Valid arxada artıq görür ki, oxçular düşdü, o da onu gözləyirdi. Arxadan artıq hücum eləyir və bu dağın üzərində olan 10 nəfəri öldürür və başlayır hücum eləməyə sahabələrə. Təsəvvür edin ki, sahabələr müşrikləri qovurlardı və artıq Xalid ibn Valid arxadan və müşriklər də artıq görür ki, Xalid ibn Valid çatdı.
çönürlər və artıq İslam ordusu qalır harda? 2 müşrik elə bir döyüşçünün arasında. Çox şiddətli bir döyüş olur. Sözsüz ki, bunu indi danışsaq ətraflı nələr olub, necə burada məsələ üçün Allah Rasulü s.ə.v tərtib edib ordunu, yəni kim hansı bayraq olub, kim birinci başlayıb və s. Bizə yəni çox vaxt lazımdır ona danışmağa. Gündür, ona görə qısa olaraq danışıram, məlumatınız olsun deyə ən azı biraz. Yəni belə danışanda məsələn ola bilsin Xalid ibn Valid qarşı bizdə nə olar? Nifrət oyna bilər. Yəni yox, o sərkərdə idi, ən böyük sərkərdə olubdu İslam ordunun və təsəllin ki, heç bir döyüşdə məğlub olmayıbdı, heç vaxt. Hətta o belə, Allah daha doğrusunu bilir, o nədir? O döyüşdə ölmür və heyfslənir. Yəni o öz yatağında ölür. Və sonra isə burada 70 dənə sahabə, Allah Rasulü 70 sahabəsi dəfn olubdu. Onların ən üst Allah Rasulü yaxın olan Həmzə radiyallahu anh idi. Həmzə radiyallahu anh necə bilirsiniz ki, Peyğəmbər s.ə.v-in həm əmisi idi, həmçində süd qardaşı idi. Süd qardaşı idi. Və onu da vəhşi öldürür. Vəhşi deyən birisi olur. O vaxt o kölə olur. Vəhşiyə vəd verirlər ki, onu azad eləyəcəklər. Nədən? Köləlikdən. Və o da çox güclü bir oxçu idi, atan idi Mizəni. Və o bir dəfə atmağı ilə Həmzə radiyallahu anh öldürür. Ağzından girir və ayağından çıxır. Təsəllin elə atır ki, belə bütün qarnını deşir, eləyir, çıxır ayağından. Bir dəfə atmaqla. Peyğəmbər s.ə.v çox kədərlənir. Yəni burada Allah Rasulü s.ə.v-in dişi qırılıbdır. Sonra Musab ibn Umeyr burada dünyasını dəyişibdir. Çox sahabələr, yəni 70 sahabə burada dünyasını dəyişib. Musab ibn Umeyr Peyğəmbər s.ə.v müdafiə edərək dünyasını dəyişibdir. Heç nə olmaz. Deməli, burada sözsüz vəhşi də sonra yəni, birisi İslamı qəbul edir. Yəni bunu bilsən danışılır və sonra görürsən müsəlmanların ona qarşı yəni nifrət oyanır. Yox, o dində deyil idi, İslamda deyil idi. Sonra isə tövbə edir və İslamı qəbul edir. Və sonra isə necə ki İslamda ən xeyirlisini öldürür, xeyirlilərdən birisini və sonra ən şərli insanı öldürür. Peyğəmbər s.ə.v dünyasını dəyişəndən sonra Abbaqir radiyallahu anh'ın xəlifəliyində birisi çıxır, özünü Peyğəmbər elan edir və onu da o öldürür. Vəhşi öldürür. Və burada fikir verirsiniz, sonra Peyğəmbər s.ə.v döyüşdən sonra gedir dağa, çəkilir dağa, yəni ki ora və onun yanında olur Abbaqir radiyallahu anh, Ömər və Osman. Və Peyğəmbər s.ə.v artıq ora çıxanda başlayır dağ sirkələnməyə. Dağ sirkələnəndə deyir Allah Rasulü s.ə.v sakitləş ey Uhud, sənin üzərində bir nəbi, 2 şəhid və bir sıddıq var. Və sözü ki, burada xəbər verirdi Allah Rasulü s.ə.v artıq, yəni Ömər radiyallahu anh şəhid olmaq haqqında və Osman radiyallahu anh. Və sonra başqa hədislərdə Peyğəmbər s.ə.v deyir ki, biz Uhudu sevirik, Uhud da bizi sevir. Uhud dağı barəsində başqa bir hədisdə də Peyğəmbər s.ə.v cənazə namazının savabını deyəndə deyir ki, kim cənazə namazını qılarsa, onun üçün bir qirat var, bir qirat savab var. Sahabələr də Allah Rasulü s.ə.v-dən həmən soruşurlar, bu nə olan şeydir qirat? O deyir ki, insan bir cənazə namazı qılarsa, onun üçün bir, yəni Uhud dağı boyutda qızıl sədəqə vermiş olar. Təsəllisiz yəni nə deməkdir? Yəni insan nə qədər varlı imkan olsa, yəni sən üçün ömrün heç bəs eləməz ki, onu toplamağa, nəyin ki, o qədər sədəqə verməyin, düzdürmü? Bir dənə namaz qıldın, cənazə namazı, artıq bir Uhud dağı boyutda sədəqə vermiş oldun. Və sonra deyir ki, kim onu müşahidə eləyərsə, sözü bu artıq kişilərə aiddir, qəbirstanlığa gedər, dəfn eləyərsə, 2-ci qirat yazılar. Və alimlər deyir ki, misal üçün biz namaz qılıq haramda, düzdürmü? Peyğəmbər s.ə.v mescidində və yaxud gedəcəyini Kəbə evinə və orada necə bilirsiniz ki, bir neçə cənazə olur. Birdən-birə olub 10 dənə olsun, 20 dənə olsun və alimlər izah eləyəndə bunu açıqlayırlar ki, deyir, hər birinə görə bir qirat yazılır. Aydındır, ona görə bu savabdan məhrum eləməyin özünüzü. Hər namazdan sonra cənazə namazı var. İndi mən inşallah qrupa ataram onun qılmaq qaydasını, sözlərini. Əgər bilməsəniz belə, əlinizdə tutub oxuya bilərsiniz, heç problem yoxdur.
Və həmçinin qadınlar da qıla bilər cənazə namazını. Çünki sahabə qadınlar qılıblar. Buna dəlil var, əsas var. Və bu o qədər. Sadəcə qısa olaraq fikir verirsiniz, biz yəni görürük ki, burada nədir? Zahirən görünür ki, burada məğlubiyyət var. Düzdürmü? Müsəlmanlar məğlub olublar. Amma daxil olsa görürük ki, burada böyük bir zəfər qoyub gediblər müsəlmanlar üçün, bizim üçün, bütün ümmət üçün. Nədir o? Onu da dərk edən insanlar yəni yalnız bilə bilər. Və yaxud da nətər, yəni həqiqi mənada haqqı axtaran insanlar, həqiqi mənada yəni Allahın yolundan getmək istəyənlər, həqiqi mənada özlərini islah eləmək istəyənlər. Nədir bu? Bax, bunlar sahabələr idi. Sahabə bilirsiniz də, hər bir sahabə ictihad əhli sayılır. Yəni, ictihad eləyə bilər, alim sayılır. Və həmçində ki, o gün heləm din kamil deyil idi. Hicrətin 3-cü ili idi. Ondan sonra Allah Resulü s.ə.v 7 il yaşayır. Yəni, Allah Resulü s.ə.v 10 il burada dəvət edibdir. 13 il isə Məkkədə. Bizim bugünkü gündə isə dinimiz kamildir. Vida həccində din kamil oldu. Maidə surəsinin 3-cü ayəsi. Allah subhanahu deyir, bugün sizin dininizi kamil etdim və neymət olaraq sizə İslam dinini seçib verdim, bəxş elədim. Onlar bir dənə səhvə görə, yəni səhv deyəndə Allah Resulü s.ə.v sözünə tabi olmadılar. Görün nə oldu? 70 sahabə dünyasını dəyişdi. Və müsəlman ordusu uduzdu, məğlub oldu. Bir dənə Allah Resulü s.ə.v sözünə çıxmaqla. Onlar bizə əsər qoyub getdilər. Deyir, baxın, görün, sizləri nə gözləyir əgərlərim Allah Resulü s.ə.v-in yolundan çıxsanız, Qurandan çıxsanız. O gün Quran tam deyil idi, yəni bitməmişdi, eləm ayələr nazil olur. Bugünkü gündə isə bizim əlimizdə bütöv kitab var. Yəni, bilirik ki, filən məsələ haramdır, olmaz eləmək, eləyirik. Bilirik ki, bu yoldan geçsə bizi nə görür? Çünki din artıq kamildir. Biz amma bugünkü gün, onlar bilmədən elə bildilər ki, bunda fayda var, getdilər, düzdürmü? Amma biz bugünkü gündə elədiklərimizi bilə-bilə eləyirik. Bilə-bilə Allah Resulü s.ə.v-in yoluna tabi olmuruq. Bilə-bilə Quran-ı Kərimə qarşı çıxırıq ayətlərini. İstəməsən də belə. Allah deyir, belə elə, sən yox, belə eləyirsən. Allah deyir, bunu eləmə, sən bunu eləyirsən. Allah deyir, belə ol, kişilərin vəsfi var, düzdürmü? Qadınların vəsfi var, necə olmalıdırlar, necə geyinməlidirlər, necə çölə çıxmalıdırlar, düzdürmü? Kimin yanında başlarını aça bilərlər, kimin yanında örtməlidirlər. Amma biz onlara riayət eləmirik. Bizim əlimizdə olurlar. Elə fikir verin, yəni bizim halımız çox fərqlidir onlardan. Əgər biz əməlləməsək, biz daha çox yəni ki, pis sorumlu olacağıq. Yəni daha şiddətli. Allah qorusun. Ona görə nə etməliyik? Və bu şey bizim üçün ibrət olmalıdır ki, və özümüzü islah eləməliyik. Və buradakı mübarək torpaqlardır. Allah sonra nəsib edib gəlmişik. Burada ibadət, burada zikir, tövbə və həmçində ki, tövbə eləməsin o ehramdan qabaq. Elə olsun ki, elə günahlar var ki, sənlə Rəbbinin arasında olan bir şeydir. O ehram ki, geyinəcəksən artıq, muhrim olacaqsan. Təsəllə ki, o geyim ki, sən o geyimdə ölsən belə, səni elə dəfn edirlər, yumamış eləməmiş. Allah yolunda şəhid olsan. Ya necə də sən ora təmizləməmiş girməyəsən. Ola bilsin kimizdə pis xəsiyyəti var. Tövbə elə, əlhəmdülillah, qorxma, ölməyəcəksən. Ola bilsin, əvvəlində məsələ üçün insana çətin olur, nəsədə bir günahdan qaçmaq. Amma sonra görürsən ki, çox rahatlaşır insan və sonra sənə başqa bir gözəl bir qapı açılır. Və bilmirsən, sən o elədiyin günaha görə necə xeyir qapılar sənin üzərinə bağlanır. Vallahi ki, sən onu görmürsən sazlaraq. Sən amma onu elədiksən, görəcəksən nələr açılır. Və mən də hər birimizi, yəni ki, çağıram ki, indi hər insanın özünün günahı var. Allah rəhm eləsin hər birimizi, Allah günahlarımızı bağışlasın. Allah elədiyimiz ibadətləri qəbul eləsin. Allah nəsib eləsin, xeyri saxlama gedək, inşallah ümrəmizi eləyək. İndi isə gedəcəyik sahabələr olan yerə, yəni adi qəbirstanlığa girilən zikr olunur, dua olunur. Və orada yazılıbdır, mən oradan oxuyacağım, sizə biləsiniz ki, yəni nə oxunur. Yəni biz əzbərlə deyə bilər, amma ki, biləsiniz ki, yəni nə oxunur. Yəni nə Fatih surəsi oxunmur, nə Yasin surəsi oxunmur. Qəbirstanlığa girərkən dua var. Fatih surəsi nazil olubdur, əlhəmdülillah, Quranın qəlbi deyirlər, sonra onsuz namaz yoxdur elə bil ki, kim onu bilmirsə namaz yox, namazın rukunundandır. Və Fatih surəsini oxusaq çox faydalar var orada. Bir dənə İyyəkə nə'budu və İyyəkə nəstə'inə deyirsən 12 cild, 14 cildi kitab yazıblar. Bir şey qaldı bütöv Fatihə.
Fatih surəsi namazda oxunur. Namaz üçündür. Fatih surəsi oxu. Məsələn, sahabələr oxuyardı, bir insan xəstələnəndə ruqiyyə elələrdi. Amma qəbirstanlığa girərkən və yaxud da yemək yeyəndən sonra, qutarandan sonra oxumaq, o elə bir şey yoxdur. Var, yemək yeyib qutarandan sonra süfrə duası var, amma o deyil. O deyil. Allah daha doğrusunu bilir. Çox isti yormayayım, istidir. Gedən inşallah Allahın izni ilə duamızı da eləyəyin və sonra bizə gedən avtobusa. Subhanakallahumma bihamdik. Əşhədü ən la ilahə illə ent əstəğfiruka və etûbü ileyk.